uşaqlara dərs deyən zaman nəyin şahid olurum? Baxıram ki, uşaqların əksəriyyəti, yanıma gələn uşaqlarda orta səviyyəli uşaqlar var. Uşaqlar dərsi başa düşmürlər. Oxumaqda çətinlik çəkirlər, problemləri var. Onun cavabını axtarmağa çalışdım. Bir dənə cavab var. Əziz müəllimlər, dərslərin içində nə varsa, onun hamısı həyatdan götürülür. O yüzden əziz müəllimlər, qısa demək istəyirəm. Həyatdan götürülüb bu kitablarda elm qaydasına salınan bu bilgilərin hamısını uşaqlara həyatdan başa salın. Məsəl üçün, dünən bir şagirdim gəldi, 8-ci sinif idi. Baxdım ki, həddən artıq valideyndə belə qara gəldi ki, qoy bir həftə baxaq görək bu uşağa necə təsir edir. Birinci dərs idi. Mən demək olar ki, o uşağın dərsinin hamısını buxarlanma ilə kondensat idi. Hamısını həyatdan başa saldım. Yəni orada sürətdə olan buxarlanma hadisəsindəki bir zərrəciyin digər zərrəciyə dəyib onun sürətini artırıb, onun necə sətdən yuxarı çıxmasını İraq olsun, bir yol hadisəsindən başa saldım ki, hər iki maşın sürətlə gəlir. Bir maşın o birisinə sürətlə vurduğu halda orada qəza törədir. O birisi yoldan çıxır. Bu birisi də bir müddətdən sonra gedir, dayanır. Yəni ki, bax görürsünüz, o zərrəciklər də elədir. Biri sürətini digərinə ötürür. O görürsünüz, o çıxdı yoldan qırağa. Amma bu birisi, yəni o yoldan, o mahiyyədən qırağa çıxdı. Biri də ki, sürətini azaltdı. Uşaq dedi, hə, müəllim başa düşdüm. Sonra başqa bir misal çəkdim. Yəni demək olar ki, dərsin hamısını misalından başa saldım. Orada nədən asılıqları haqqında yazıb. Deyirəm ki, oğlum, bax, sərtdən asılıdır. Biz nə eləyirik? Uşaqlarımız çay istəyirlər. Bəzən görürsən ki, tələsirlər ki, biz gedirik bir əstirsə, stəkanın ağzının səthi balacadır. Onu nə eləyirik? Onu əlvəkiyə tökürük ki, ağzının səthi yağsın. Yəni, oradan sürətli zərrəciklər də oradan daha tez çıxsın, o sürətli çıxan zərrəciklər də özünlə bərabər istili aparır. Oradakı yerdə qalan o zərrəciklər artıq yavaş hərəkət elədiyi üçün onların yəni sürəti azdır, o səbəbdən yavaş hərəkət edir. Enerjisi də azdır, istili enerjisidir. Bax, onu görə görürsən, biz o, hə, müəllim başa düşdüm. Bax, bu misallarla hamısını baxıram ki, uşağa gərək dərsi həyatdan başa salasan. Birbaşa elmi cəhətdən onu oxumayasan, o alışana qədər. Ona görə də, əziz müəllimlər, sizə tövsiyəm odur ki, həyatdan götürülən bu elmləri, bu bilgiləri, o dərsləri həyatın içindən misallar göstərərək başa düşməyə çalışaq. Çünki dərsin əsas birinci hissəsi uşağın dərsi başa düşməsidir. Sonra düzgün oxumasıdır, özündən, intonasiya ilə oxumasıdır, dərsin sxemini qurmasıdır, ardıcılığı necə danışmasıdır. Yəni, dünəm gələn 8-ci sinif tələbəmə mən fizikada 8-ci sinif nədən bəhs edir, onu başa saldım. Onun burada bütün əsas özəyi fizikanın qüvvə ilə enerjidir. Bax, görürsən, burada enerjinin bir neçə növü var. Burada da istilik enerjisindən danışdı. Həyatda gördüyün elektrik cəryanından danışdı. Həqiqətən, uşaq mənə sual verdi ki, müəllim, növbəti dərsimiz nə vaxt? Axşam da anası zəng elədi ki, yorulur. Görürsünüz, birdən-birə uşaq başqa bir üsluba saldıq, o yoruldu. Ona görə də canlarım, əzizlərim, lütfən xahiş edirəm, uşaqları belə başa salaq. Yəni, dərslərin hamısı həyatdan gəlib, həyatla da başa salaq. Sonra biz onun elmi dildə danışmasına, cümləsini qurmasına, izah eləməsinə, digər məntiqi məsələlərə girərik. Bu qədər.